Nərimanov Bələdiyyəsi olaraq 2025-ci il bizim üçün çox uğurlu il olmuşdur. 2025-ci il yanvarın 29-ca növbəti bələdiyyə seçkilərinin keçirilməsi ölkəmiz üçün yerli öz idarə etmə sahəsində baş vermiş mühüm hadisələrdəndir. Nərimanov sakinləri öz konstitusiyon hüquqlarından istifadə edərək azad sürətdə seçki məntəqələrinə gəlmiş və 19 nəfər bələdiyyə üzvünü seçmişdilər. Yeni tərkibdə seçilmiş bələdiyyə üzvləri tam tərkibdə bu gündə fəaliyyətlərini öz nizamnaməsi çərçivəsində aktiv sürətdə davam etdirirlər. Nərimanov rayonu şəhərimizin mərkəzi rayon olmaqla da seçilir. Bununla biz fəxr edirik ki, bizim rayon mərkəzi rayondur. Belə ki, bələdiyyəmiz rayon sakinləri arasında vətəndaş məmnunluğunun tam təmin etmək öz portret istiqaməti kimi müəyyənləşdirmişdir. Qeyd etdiyim kimi, mövcud daxili nizamnaməzə əsasən rəhbərlik etdiyim bələdiyyə ərazisində mövcud olan müxtəlif xarakterli, yerli problemli aşkarlanaraq onların kompleks həlli üçün bələdiyyə iclaslarında yerli sosial müdafiə, sosial inkişaf, yerli iqtisad inkişaf və yerli ekoloji proqramlar kollegiya qaydada qəbul edilir və onların icrasını tam təmin edirik. Bələdiyyə ərazisində yaşayan şəhid ailələri və qazilər diqqət bizim öhdəmizə düşən ən ümdə məsələlərdən biridir. Fürsətdən istifadə edib, Tağı müəllim buradadır. Hörmətli başçımız qeyd elədi, biz həqiqətən də şəhid ailələri və qazilərlə biz tam dərəmkin bir ailə şəklində biz görüşlər keçiririk. Tağı müəllimə sizə deyə bilərəm ki, hər hansı bir ya şəhid ailəsi, ya qazi ailəsi, qazilərin, şəhidlərin birinin hardasa da eşidə bilək ki, onların narazılığı var. Mən onda dərdim ki, biz, yəni ki, tam əmin ola bilərsiniz ki, ən dərdim ki, tam onların hər qayğısına qalırıq. Bəli, borcumuzdur. Qeyd etdiyim kimi, bələdiyyə ərazisində yaşayan şəhid və qazi ailələrinə diqqət bizim ölkəmizdə düşən ən ümdə məsələlərdən biridir. Onları qoyub getdiyi əmanətlər bizim göz bəbəyi kimi qorumalıyıq və qoruyuruq. Biz həmişə bu həssas təbəqənin yanındayıq. Bir nəfər belə kənardan qalmayaraq bütün əlamətlər günlər rayon rəhbərliyi ilə birlikdə qeyd edirik. Onların maddi, mənəvi dayağı bizik. Onların qaldırdıqlı məsələlər qısa müddət ərzində yerinə yetirilir. Vətən müharibəsində qazi olmuş sakinlərimizdən daimi diqqətimizdədirlər. Sadə bir misal çəkmək istəyirəm. 24 dəfə müxtəlif əməliyyatlar keçirmiş qazimiz Orxan Əsgərovu qardaş Türkiyə Respublikasında növbəti əməliyyat keçirib. Onu alqışlamağa dəyər Orxan. Elə bütün qazilərimizi, bizləri də. Sağ olun. Bəli, Orxan Konya şəhərində, Konya şəhərində Tağı müəllim 25-ci əməliyyatı keçirtdi və orada biz Baxçı ilə çox müzakirə etdik. 3 ay Orxan orada, ona görə orada Konya böyük şəhər Konyada əməliyyat oldu ki, əzizlərim, onun professoru Konyada işləyirdi və özü dedi ki, mənim yanımda 3 ay qalmalıdır ki, biz bu 3 ay müddətində onun bütün nə var, çənədə çənə yox idi da, belə deyək. Şükürlər olsun, indi bizim yanımızdadır. Orxan danışa bilir. Orxanı biz sağ-salamat geri gəldi. İndi yenə də balaca bir əməliyyat olunacaq. Hörmətli başçımızla biz danışmışıq. Onu da boynumuza götürmüşük. O əməliyyatda elədik və mən Orxana demişəm, Orxan həm də bizdə işləyir. İnşallah Orxanın toyunu özümüz eləyəcək Baxçı ilə bir yerdə.
Rayonumuzun ərazisində yaşayan az təminatlı ailələr, ahıllar həmişə diqqətimizdədir. Əlamatlar günlərdə onların yoxlayır və ərzaq sovqatı ilə sevindirir. Hörmətli yığıncaq iştirakçıları, Nərimanov Bələdiyyəsi ərazisində olan yaşıllıqların salınması, qorunması, artırılması istiqamətdə öz töhfəsini verir. Rayonun ekoloji həyatını daha da yaxşılaşdırmaq üçün konkret işlər görülür. Belə ki, Vətən müharibəsi qəhrəmanı Zaur Nuraliyevin adını daşıyan küçədə yerləşən Bələdiyyə Parkın əkilmiş minlərlə ağaca aqrotexniki quruluq göstərilir. Bu da yaxşı ekoloji göstərişdir. Tamam, bildirmək istəyirəm ki, o sahədə 7 hektar sahəmiz var. Bələdiyyənin parkıdır və 7 quyu qazılıbdır və orada damcılama sistemi ilə hər bir ağaca qulluq olunur. Orada nazirliklər, Baksovet, hər bir qurum orada gəlib ağac əkirlər və onların qulluq etməsi də bizim bələdiyyənin boynunadır. Hörmətli Bakı, hörmətli yığıncaq iştirakçıları, gördüyümüz işlər haqqında saatlarda danışa bilərəm. Bir daha qeyd etmək istəyirəm ki, tərəfimizdən görülmüş işlər bizə qane etmir. Cari ildə biz bütün problemləri səfərbər edib, rayonumuzda sosial-iqtisadi həyatında daha da fəal olmağa çalışacağıq. Cənab başçımızın görülmüş işlərlə bağlı çıxışını qənaət bəxş edirəm. Diqqətinizə görə sağ olun. İndi söz verilir Fazil müəllimə, Nərimanov Tibb Mərkəzi Publik Hüquqi Şəxsin direktoru. Yəni, həqiqətən də qeyd etdiyim kimi səhiyyə sahəsində